Salam əziz uşaqlar. Biz bu günləri mürəkkəb sözlər haqqında danışacağıq. Mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsi ilə yaranan sözlərə deyilir. Və mürəkkəb sözlər iki yerə bölünür. Defislə yazılan mürəkkəb sözlər var və bitişik yazılan mürəkkəb sözlər var. Defislə yazılan mürəkkəb sözlərə aid əks mənalı sözlər, yaxın mənalı sözlər və təkrar yaranan sözlər. Əks mənalı sözlər bir-birinin əksi olan sözlərə deyilir. Məsələn, ağ-qara, gecə-gündüz, qoca, cavan, gözəl, kifir. Yəni bu cür sözlər əks mənalı sözlərdir. Həmçinin defislə yazılan mürəkkəb sözlərdir. Və yaxın mənalı mürəkkəb sözlərimiz var. Bunlar da demişdik ki, sinonimlərə aid olan sözlərdir. Yaxın mənalı sözlərimiz məsələn oturmaq, əyləşməkdir. Ürək, qəlb, könül mənasında, dünya, cahan, kainat mənasında bu cür yaxın mənalı sözlər də mürəkkəb sözlər sayılır. Bir də təkrar yaranan sözlərdir, təkrar edilən sözlərdir. Məsələn, asta-asta, baxa-baxa, qaça-qaça, gülə-gülə. Bu cür sözlər isə təkrar yaranan sözlərdə mürəkkəb sözlər sayılır. Və bitişik yazılan sözlər var, mürəkkəb sözlər. Bitişik yazılan mürəkkəb sözləri isə aiddir İki müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb sözlərdir. Məsələn, deyir ki, əl, üz, yuyan. Hətta üç sözün birləşməsindən də yaranan mürəkkəb sözlər var. Məsələn, əl, üz, yuyan sözündə üç sözün birləşməsindən yaranıb. Əl, üz, bir də yuyan sözləri birləşib bitişik yazılan mürəkkəb söz yaradıb. Və yaxud ki, iki sözün birləşməsindən yaranan, məsələn, çoban yastığıdır. Çoban yastığı. Sonra ürəyi açıqdır. Və s. Bu cür sözlər də günə baxandır, məsələn deyək, xoşbəxtdir. Bu cür sözlər də hamısı mürəkkəb yazılan, defislə, bitişik yazılan mürəkkəb sözlərdir. Bir də var, bitişik yazılan mürəkkəb sözlərə aiddir. Hər hansı bir sözün ortasında ha, ba və a bitişdirici sözlərin birləşməsindən yaranır bitişik yazılanlar. Məsələn, deyir ki, ad ba ad, gəl ha gəl, qaça qaç. Bu cür sözlər də mürəkkəb sözlər sayılır. Bitişik yazılan mürəkkəb sözlər sayılır. Yəni bu qədər inanıram ki, yəni yaxşı olar. Hər hansı bir işə yararlı olar inşallah. Bu qədər. Sağ olun. Abunə olmayı, like etməyi də unutmayın. Sağ olun.